əziz və dəyərli xanımlar, yaxın əyləşin, sualınıza cavab verirəm. Məryəm xanım hansı qaş qələmindən istifadə edirsiniz? Mənim əzizlərim, mən qaşımı almıram, yəni özümü bildim biləni qaşımı almamışam, nə ten effekt etməmişəm, görürsünüz əzizlərim, nə tatu, belə şeylərdən uzağam, ümumiyyətcə təbiiliyə bacardıqca yol verirəm, amma üzümdə qırışlarım zadım var, özünüz görürsünüz, hələ ki elətdirməmişəm, amma yaşım artıq 53-dür, lazımdır, vacibdir, elətdirəcəm inşallah, yəni belə botoks, motoks elətdirənlərə də pis baxmıram. Mənim əzizlərim, amma qaşımı mən də istəyirəm ki, belə daha gözəl görünsün. Onun üçün mən bu qaş qələmindən ekrana qoyacağım şəklini görərsiniz. Mən Walbris'dən sifariş elədim. Çox ucuz karandaşdı qaş üçün. Deyərsiniz ki, Məryəm xanım, nə bildiniz ki, yaxşıdır aldınız? Mən şərhləri oxuyuram. Yəni kommentariyaları, odzivları oxuyuram ki, kim yaxşı şey yazırsa, ucuz olmasına baxmayaraq, məsələn gördüm ki, bu düzdür. Mən çox belə də ən brend kosmetik vasitələrdən istifadə edirəm. Bir gün makyaj edəcəm, onu da çəkəcəm. Var tonalni kremlərim zadım haqqında videolarım var. Keçib baxa bilərsiniz. Amma bir gündə makyaj etdiyim halda çəkəcəm sizə inşallah videonu. Amma bu çox ucuzdur. Deyərdim ki, Azərbaycan pulu ilə bəlkə də heç 10 manat eləmir. Çox ucuzdur, amma çox gözəldir. Qalıcılığı bir sutka qədər qalır. Baxın, ucu belədir. Baxın, yaxından göstərirəm sizə. Ucu belədir. Və bir gün qalır, qəşəng çəkirsiniz. Hər cürə rəngi var. Mən qara aldım, amma səhv elədim. Gərək qara almayaydım. Tündür mənim üçün. Mən əvvəlcə salfetka ilə ucunu birazca quruduram, sonra başlayıram çəkməyə. Amma bir sutka qəşəng qalır və qaşa da ziyan eləmir. Qiymətinə baxmayaraq çox gözəl təsirini görür. Əgər qaşınız açıq rəngdədirsə, açıq rənglər də var. Özünüz baxa bilərsiniz. Siz Temu'dan sifariş eləyə bilərsiniz və bəlkə də bütün kosmetik Azərbaycanda bütün kosmetik vasitələr olan mağazalarda var, amma onu da deyim ki, istər qaşınız, kipriyiniz, saçınız, üzünüz içərdən sağlam qidalanmasanız, qulluq etməsəniz, belə şeylərlə gözəl görünməyə qeyri-mümkündür. Hər axşam qaşınıza ya gənə gerçək yağ vurun, ya da ki kipriyinizə də vura bilərsiniz, amma gözünüzə düşməsin, ya da ki kokos yağı. Amma bunu hər axşam eləyin və sürdüyünüz kosmetik vasitələri, qaş sabitləyici vurursunuzsa, karandaş vurursunuzsa, hamısını silməmiş yatmayın. Çox xahiş edirəm. Qulluq edin ki, gözəl olsun. Və Məryəm xanımın başqa qızıl qaydalarını da bilmək istəyirsinizsə, bütün gözəllik sirlərini bilmək istəyirsinizsə, canınızı qısa deyim, bir mütəxəssisə əmanət etmək istəyirsinizsə ki, nəyə görə mütəxəssis deyirəm? Mən Rusiyada almışam təhsilimi və bir yeganə diyetoloq, nutrisioloqlardanam ki, barmaqla sayılası. Qrupuma girənə həmən bağırsağının düzəlməsi üçün, qəbzlikdən azad olması üçün sena çayıdır, aclıq otudur, dəvə gözüdür, maqni sulfat duzudur, qoymuram içməyə. Hətta qara kömürü belə gündə içmək olmaz, qadağandır mənim qrupumda. Çünki bağırsağımızda canlı və cansız bakteriyalar var. Hansı ki, o canlı bakteriyalar bizim bağırsağımızda immun sistemimiz üçün cavabdehdir. Siz onu da yuyub aparırsınız o bağırsaq açıcı şamlarla, çaylarla, vasitələrlə, dərmanlarla. Və artıq xərçək xəstəliyinə yol açmış olursunuz və yaxud başqa xəstəliklərə. Mədə bağırsağınızın mikroflorasını pozursunuz, selili qışasını zədələyirsiniz. Lazımdırmı bu sizə? Və barmaqla sayılası diyetoloqlardanam ki, bircə dəfə 20 manat ödəyirsiniz, bir il qrupumda qalırsınız, hər ay ödəmirsiniz. Varmı belə bir diyetoloq? Və həmən sizə bütün qızıl qaydalarımı, gözəllik sirlərimi öyrədirəm, həmən. Sizə heç də satmıram. Arıqlama çayı, arıqlama kofesi, arıqlama şokoladı. Çünki qadağandır bunlar mənim qrupumda. Onlar dəhşət saçır. Və sizə demirəm ki, ac qalın, aclıq edin. Bir gün alma yiyin su için, bir gün kurma yiyin su için. Çünki bunlar dəhşət saçır. Yaman günə qoyur insanlar. Artıq özünüz də eşitmiş olarsınız ki, nə günə düşürlər o arıqlama çayı, arıqlama kofelerini içənlər, aclıq edənlər. Çünki aclıq etdikdə immun sisteminiz düşür, xəstəliklərə yol açırsınız siz. Gəl deyirsiniz ki, gəl mən mütləq xəstələnməliyəm. Bütün bunlardan azad olmaq istəyirsinizsə, böyük qarından azad olmaq istəyirsinizsə, qaraciyərinizin yağlanmasından azad olmağını, yağlanmağa meyilliliyi varsa, toksinlərdən azad olmağını istəyirsinizsə ki, qaraciyər sağlam qidalandıqca, sağlam həyat tərzi sürdükcə özünü bərpa eləyə bilir. Belə bir gözəl xüsusiyyəti var. Buyura bilərsiniz qrupuma, bəylər üçün qrup ayrıdır, xanımlar üçün qrup ayrıdır. Amma nömrəmi videonun üstünə qoya bilmədiyim üçün səsli şəkildə deyəcəm. Necə tələffüz edirəmsə o cürə yaddaşa salın. Təbii ki, məsləhət bilirsinizsə, onsuz da bütün dünya artıq mənim haqqımda danışır. Sözün yaxşı mənasında. Buyura bilərsiniz, əvvəlinə 00, 12, 55, 70 əlavə etmədən ancaq yazırsınız nömrənin əvvəlinə üstə gələk. Üstə gələk 7, 901,
288 26 94. Mənim əzizlərim, şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın, çünki şükürlər özü də çox böyük bir nemətdir. Şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.